İstəyirəm sizinlə ötən imtahanın sualları ilə bağlı biraz müzakirələr edək. Yəqin ki, yadınızdadır. Ötən imtahana düşən suallar tariximizdən, keçmişimizdən, tarixi şəxsiyyətlərimizdən, müstəqil vətənimizin memarı Ulu Öndərimiz Heydər Əliyevdən və tarixə qalib prezident kimi adı yazılmış Cənab Prezidentimiz İlham Əliyevdən düşmüşdür. İndi mənə deyin görün, hansı sual sizlər üçün çətin oldu? Hansı sualları yazmışsınız? Nələri öyrənmişsiniz? Kim deyərlər? Müəllim. Buyur qızım. Müəllim, sualların çoxları asandır. Laf yaxşı. Başqa kim? Buyur. Müəllim, maraqlı suallar da var idi. Laf yaxşı. Başqa? Müəllim, çətin suallar da var idi. Ha, laf gözəl. Səma, nəsə demək istəyirsən? Buyur. Müəllim, kaş bizdə Sehirli Xalat filmindəki kimi keçmişə qayıda bilərdik. Bir sehirli xalatımız olardı, xanlarla, hökümdarlarla canlı söhbət edərdik. Oxuduqlarımızı elə öz dilindən də eşidərdik. Olar uşaqlar, olar. Əgər ürəkdən istəsəz, hər şey olur. Uşaqlar, yəqin ki, yadınızdadır. Keçən ay Suraxanı rayon İcra Hakimiyyətinin Atəşşah məbədində təşkil etdiyi Novruz şənliyi. Yadınızdadır? Bəli. Həmin o Novruz şənliyində qədimi əşyalar, qədimi paltarlar sərgilənirdi. Həmin o şənlikdən mənə bir sehirli xalat hədiyyə oldu. Necə? Əgər istəyirsinizsə, mən xalatı gətirim. Hazırsınız? Bəli. Bir dəqiqə gözləyin. Deyəsən, sən yaman həyəcanlısın, ha? Bax, bu da həmin xalat. Görürsünüz? Amma bu xalatın xüsusi bir özəlliyi var. Bu sizin filmdə gördüyünüz xalatdan biraz fərqlənir. Onun xüsusi bir alət var. O da bax, budur. Əziz balalar, indi deyin görüm, Səma, deyəsən sən keçmişə qayıtmaq istəyirdin, eləmi? Bəli, müəllim. Tarixi şəxsiyyətlərin dilindən bütün hadisələri öyrənmək istəyirdin. Elə deyil? Uşaqlar, hazırsınız keçmişə qayıtmaq? Bəli. Elə isə sözüm var. Bəli. Buyur. Müəllim, mən imtahanda Şəddadilər mövzusu düşmüşdü. Olarmı ki, siz bizi Şəddadi hökümdarı Fəzl ibn Məhəmməd sarayına aparasınız? Oxuduqlarımı çox istəyərdim ki, özündən də eşidim. Siz də istəyirsiniz uşaqlar? Bəli. Onda elə isə diqqətiniz sehirli ekranda olsun. 985-1030-cu illərə Fəzl ibn Məhəmmədin dövrünə qaydırıq. Necə də maraqlıdır. Aşağı görürsünüz. Salam olsun yurdumun mərhəmətli insanlarına. Bura mənim məkanım, təxt-i tacımdır. Şahənşah sarayım, iqamətgahımdır. Paytaxtım Gəncədir, sərhəddim Araz. Aldığım güc, qüvvət, doğma xalqımdır.